Salam, dəyərli tələbələr. Mən STEMEL Akademinin informatika müəllimi Elmir müəllim. Bu gün sizlərlə 18 yanvar 2026-cı ildə tədris mərkəzimizdə keçirilən informatika suallarının izahına bir də baxacağıq. Vaxt itirmədən başlayıq ilə ilk sualımız. 21-ci sualımız deyir ki, IP ünvanların fraqmentinin düzgün arzulunu göstər. Demək dəyərli yoldaşlar, biz bilirdik ki, IP ünvanlar 3 nöqtədən və 4 hissədən ibarətdir. Hissələr də sayılır aktetlər. Aktetlər. Və aktetlər arasında maksimal rəqəm sayı 255 ola bilərdi. 255-i aşağı bilməzdi. İndi bu ə, düşüncə ilə bu arzuma geçsək, variant tapmamız lazım olacaq bizə. Başlayaq, yoxlayaq, A bəndinə baxaq gələk. S olar, gətirək səni qoyaq, yerində görək sənədi 17, 17, yazdım 17. 17'nin arkası gələcək. Buraya yazıram C. Saçmayalım deyənə. 17. Arkadaşlar B bəndi gəlir. B bəndi 2. 2'ni yazıram bura. Nöqtə 1. Nöqtə 1. Burada B olur. B olur burada. Ondan sonra gəlir. D bəndi gəlir. Nöqtə 1'dən sonra gəlir. Nöqtə 10. 10. 10 ardıza gəlir. A bəndi. A bəndində nə var bizdə burada? 52. Mən 52'nin bunun ardıza yaza bilmərəm. 10 ardıcı 52 yazsam, böyük rəqəm çıxacaq bütün. 1052 olur. Onda elə çıxır ki, S B-yə qədər düzdür. S-dən sonra B gələ bilər, amma D gələ bilməz. A bəndini çıxıram. İndi S-dən sonra B-nin gəldiyi variant harda var? C bəndində var. Gəlin C bəndini yoxlayaq. Bunu buradan silayım. Bunu buradan silayım. S-dən sonra B gəldi. 2.1. Sonra A gəlsin dalıyca. 52, 52, 2. Nöqtə 1, nöqtə 1. Bu olur, burada A olur, A olur. Onda D gəlir. Nöqtə 10. Baxa görə 172, nöqtə 152, nöqtə 1, nöqtə 10. Belə IP ünvan ola bilər. C, B, A, D. Doğru bəndə olacaq cəmiyyət. Şəkildəki pəncərə hansı lent tablındakı əmrlər vasitəsilə açılır, həyata keçirilir? Baxın, burada söhbət Go-To pəncərəsindən gedir. Find and Replace komandasından. Word proqramında Find and Replace komandasını açmasını və oradan Go-To pəncərəsini keçirilməliyik. Biz bildik ki, Find and Replace Home lent tablındadır. Başqa lent tablında yoxdur. İndi mən onu sizə göstərəcəyim Word. Word proqramını açıram. Proqramı açandan sonra ə, Home tabına daxil oluram. Burada var Find and Replace komandası. Bax, buna var. Bura var. Buradan Go-To əmrini keçid edə bilərsiniz. Sual bu komandadan idi. Bu da yerləşir bizim Home lent tabudur. Qısa yol düyməsi də klaviaturun Ctrl plus C düyməsi. 23-cü sual. Aşağıdakılardan hansı fayl ola bilməz? Biz bilirik ki, faylın adında bizdən olmayan istəyir. 2 nöqtə, ulduz, tərs siləklər, belə və ya belə fərq eləməz. Bunlar qoya bilməzdik. Sonra dırnaq qoya bilməzdik. Böyükdür, kiçikdir qoya bilməzdik. Düz xətti qoya bilməzdik. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir dənəsi də qaldı bizdə. Tərs siləklər qoymuşuq. Böyükdür, dırnaq qoymuşuq. 2 nöqtəni qoymuşuq. Bir dənəsi də qaldı bizdə. Bunların içərisində fikrimdən çıxan sual şərisi. Sual qoya bilməzdik, bəli. Bax bu. Bunlardan başqa hər şey qoya bilər. Bizdən olmayan istəyir, ola bilməz istəyir. Ola bilməz də burada tərsləşdir. Qalan hamısı olur. Tələbələrin imtahan nəticələri verilənlər bazasında təsvir olunmuşdur. İmtahan balı 88-dən kiçik olsun və bərabər olsun.
Bir də və ya ortalama balı 75-ə bərabər olsun. Gəlin belə deyək. İmtahan balı 88-dən kiçik olanlar və ona bərabər olanlar. İmtahan balı 88-dən kiçik olsun və ona bərabər olsun. Tamam. Ondan sonra götürdük buradan 1, 3, 4. Və ya orta balı 75-ə bərabər olsun. Orta balı 75-ə bərabər olan bunlardır. Bunları ayarlasa buradan çıxacaq ortaya 1, 3, 4. 3 və 4. 3 və 4. Tamam. 3 və 4. Bundan sonra and var burada. And bulan ikisinin kəsişliyidir. Fəndi fizik olsun. Fəndi fizik olan 2, fəndi fizik olan 4. İndi 2 və 4-lər not olduğuna görə onları çıxmalıyıq artıq. Yəni 2 və 4-dən başqalarını götürməliyik. Çünki burada notda axı biz fizika və e, fizika olma götürməyəcəksiniz. Baxıram buradan 2 və 4-dən başqa 1, 3, 5 yazıram buradan. And 1, 3 və 5. Bax belə. Yazdım. Bunların ikisinin ortaq olduğu olur C bəndində. 1 və 3. Printerin çap sürəti saniyədə 3 kilobayt təşkil edir. 25-ci oldu. Demək, 1 saniyədə bu printi 3 kilobayt informasiya çap edir. 3 kilobayt. Bizim düsturumuz var idi. Sətir qalxaq yuxarıya. Deyir, əgər kitabın hər səhifəsində 36 sətir qalxaq yuxarı, hər sətirdə 48 simvol olarsa, 80 səhifəlik kitabın çapı üçün neçə saniyə tələb olunur? Və nəzərə alın ki, bu Unicode standartına yox. Düsturumuzu yazaq. Sətirimiz 36 idi. Vurulsun. Simvol 48. Bunları xırdalaya bilərik də. Daha rahat olsun deyə. 36-nı yaza bilərik. 12 vur 3 kimi yaza bilərik 36-nı. Yazaq. Daha tez başa gəlsin. Gəlin bilirik. 36-nı yazaq. 3 vur 12 kimi. 12. 48'de yazaq. 16 vur 3 kimi. 16'nı yazaq 2 üstü 4 kimi. 2 üstü 4 vur 3 kimi. Vurulsun 80. 80 də xırdalaya bilərik. 16 vur 5 kimi yaza bilərik. Gəlin biliriz. 5 vur 16. Yəni 2 üstü 4 kimi. 80. Bir də Unicode standartı. Vuram 2 bayta. 2 bayt. Və cavabı əldə edir. Baytdan da gəlməliyəm kilobayt. Çünki printer 1 saniyədə çap edir. 3 kilobayt. Əvvəl bunun həcmini kilobaytla tapaq. Tapaq bunu. Demək, baytdan kilobayt qiymətini böləcək bunu 2 üstü 10. Bizim e, bit, byte, kilobayt hesablayanda baytdan kilobayt gəlirik. Baxın, 2 üstü 4, o da 2 üstü 4, elədi 2 üstü 8. Bu da elədi 2 üstü 1, 2 üstü 9. İndi bunlar bununla ixtisar getsələr qalacaq aşağıda 2. 2. 2 ilə də 12 ixtisar gedəndə qalır 6. 6. Vuramadım. İndi olur bu da 3 vur 6, 18. Onu da vuracaq 3-ə. Eləyəcək 54. 54. 54. 54 də vuracaq 5. Çünki burada bir dənə 5'imiz var bizim. Ondan sonra cavabımızı həll edəcəyik. İndi printer, bunu saxlayım burada. Printerdə 1 saniyədə 3 kilobayt informasiya çap edirdi. Bunu yazıram burada. 1 saniyədə 3 kilobayt. Bizim də bu misalımızın həlli 54-ü 5-ə vuranda elədi 270. 270 kilobayt.
kilobayt. Bura qədər misal həll elədik. Cavabımızı tapmışıq 270 kilobayt. Əgər printer 1 saniyədə 3 kilobayt informasiya daxil eləyirsə, yaxşı, onda 270 kilobaytı neçə saniyəyə daxil eləyir? X saniyə. 3x olacaq 270, x də olacaq 90. Cavab olacaq, evet. Bazı proqram təminatına aid olmayanları seçin. Aid olmayanlar. Demək, baxırıq. Biz software bölmüşdük. Sistem, instrumental, bir də tətbiqi. Sistem qolda özü də bölünürdü. Bazaya bir də servisə. Baza qolunda var idi əməliyyat sistemləri, əməliyyat örtükləri, bir də şəbəkə əməliyyat sistemləri. Düzdür? Biz də çıxırıq buradan. Aid olmayanlar istəyir məndən. Aid olanlar istəmir. Baza qolunda aid olanlar çıxsaq, 2-ni çıxaq, 5-i çıxaq. Aid olmayanlar olur burada 6. Aid deyil. Antiviruslu servis qoluna aiddir. Baza aid deyil. Disk lemap aid deyil. 1.6. Bir də 4 aid deyil. Sistem. Register aid deyil. 1.4. Təmin etsin. Bax, olur demək. AF 16-lıq ədədi onluq say sistemində hansı ədədə bərabər olur? 16-lıq say sistemindən onluq say sisteminə gələndə yazıram buradan AF 16-lıqda başına 0, 1 yazırıq. Payımız eləyir 10. 10 vurulsun 16 üstü 1. Üstə gəlsin 15 vurulsun 16 üstü 0. Eləyir 160. Üstə gəlsin 15. Cavab olur 175. Doğru bəndimiz olsa 27-ci sualda yeməkdir. Sənəddə seçilmiş abzasının yerini bir mövqe aşağı dəyişmək üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Bir mövqe aşağı deyirsə, yuxarıdan aşağı çəkmək lazımdır. Qısa yol düyməsində Shift Alt istiqamət oxuduq. Bu bizim sənəd olsun və abzasımız olsun. Bu abzasda mən bir mövqe aşağı çəkəsi olsam, narıncı ilə yerini dəyişəsi olsam, Shift Alt düyməsini sıxıb oxdan aşağı düşə bilərəm. Baxın, Shift Altla yenidən qalxıram yuxarı. Doğru bənd olacaq. Z. Excel-də verilmiş cədvəldə filtr tətbiq edilərsə, neçə şəxs barəsində məlumat görülür. Burada tətbiq olunur informatika sütununa, yəni C sütununa söhbət gedir. Tətbiq eləsək, top onluq top onluqdan 5-ini bizə göstərir. Yəni, informatikada ən çox 5 nəfərin nəticəsini göstərəcəm mən. Baxıram buradan, görürüm ki, ən çox 5 nəfər hansıdır? 1, 2, 3, 24, 23, 22, 21 var burada. Dördüncü. Bəs 5-ci hansıdır? 5-ci burada 20 var, amma 20 burada da var. Elə olduğuna görə bu 2 ilə 20 mən göstərəcək. 2 ilə 20 göstərisi olsa 1, 2, 3, 4, 5, 6 nəfər göstərəcək. 6 olacaq bizim B məntimiz. Gəlin pratik olaraq bunu göstərməsin. Deyək ki, biz informatika sütununu seçirik və filtrləmə qoyuruq buna. Qoyduq. Filtrləmə olacaq, bu formatda olacaq. Top onluğundan olmayacaq, 5-li olacaq. Bunu dəyişdirəm 5-li. Belə bir. OK vuranda baxsaq, bizim sətirlərimizə 2, 3, 5, 6, 7, 8. 6 dənə şəxs haqqında məlumat göstərmiş olacaq. Baxın. Bu da olacaq, evet. Növbəti sual. Slaydların nömrələnməsi üçün hansı əmrlərdən istifadə olunur? PowerPoint proqramında biz slaydları nömrələyəndə Insert Led qrupundan istifadə edirik. Insert Led qrupundan istifadə edirik. Insert Led qrupundan istifadə edəndə gəldik buradan, orada slide number var. Text qrupunda. Slide number var. Slide numberdan istifadə edib nömrələyə bilərdik. Bir də header footer əmrindən də istifadə edib nömrələ olar. Bax belə. Mən PowerPoint-u açıb sizə göstərməyə çalışsam.
PowerPoint açsın. Insert tabına geldin. Slaytların nömrələnməsi text qrupunda. Burada var header footer. Header footer da olar. Bir də slide namədə. Baxın buradan eləyə bilərsiniz. Ee, Digərində burada var slide size var. Slide size var. Slide size deyilən bir şey bunların içərisində yoxdur. Belə. Dizayndan alın. Dizayndan. Slide size-dan. Slaytların neçədən başlayaraq nömrələnməsini ayarlaya bilərsiniz. Nömrələmə oradan deyil. Neçədən başlayaraq nömrələnsin. Onu ayarlaya bilərsiniz. Burada olacaq bir üçün. Verilənlər üzərində yerinə yetirilən metodların tiplərini müəyyən edin. 31-ci sual. Biz verilənlər üzərində hansı işləri görə bilərik? Görə bilərik burada hesabı işlər görə bilərik. Verilənlər üzərində. Hesabi müqayisələr, məntiqi, bir də xüsusi əməllər yerinə etmək olardı. 1, 3, 4 və 6. Cavab oraya gəlir. 1, 3, 4 və 6. Cavab olacaq yeməli. Bundan sonra JPG və PNG üçün ümumi olanları seçin. Baxsaq, ümumi olanları seçimci deyir. Vektor təsvirləri saxlamaq üçün ə, JPG və PNG vektor deyil, raster. Bir səhvdir. Bir səhvdirsə mən A bəndlərini çıxıram, B bəndini çıxıram. Fayl genişləmələrdir 2 düzlü. 2-nin düz olduğu bənd burada var, D-də var, Y-də var, C-də çıxıram. Qrafik fayllardır. 2, 4 düzdür. Video fraqmentini saxlamaq üçün deyil, səhvdir. Y bəndində çıxıram, 2, 4, 6-ya baxaq, rasterdır. Bəli, cavab olacaq D bəndi. Alqoritmin icrasından sonra alınacaq B dəyişənin qiymətini tapın. Burada A-da 7 verib, B-də 17 verib. Burada da modifikasiya alqoritmdir. İlk qiymət 4-dür. 5 5 artıracaq, 17-ni aşmayacaq. A-nın ilk qiyməti 7-dir. 7 üstə gəlirəm E-nin ilk qiymətini. Burada yazıram A, burada yazıram E. A-nın ilk qiyməti 7-dir. E-nin də ilk qiyməti 4-dür. 7 üstə 4 A-nın qiyməti olacaq 11. A-nın yeni qiyməti 11-dir. Bir də 4 idi. 4 üstə 5 gəldi. Elədi 9. 9. 11 üstə 9 A-nın yeni qiyməti oldu 20. 9 idi. 9 üstə 5 gəldim oldu 14. 10. İndi mən ə, 20 üstə 14 gələndə eləyir 34. 14 üstə 5 gəlsəm 19 eləyir. Mən o 7-ni aşırım. Elə olduğu halda burada 14-də dayanıram. A-nın yeni qiyməti oldu 34. B-nin də qiyməti eləmişdi 17. Düzdür. İndi bunları toplayırım. 17 plus 34 cavab alınır 51. C bəndi. Toparlayanda biraz kaçma tərəfə C bəndi olacaq. 34-cü sual. Mətn prosesorunda bütün mətni seçmək üçün hansı lent tabından istifadə olunur? Bütün mətni seçmək istəyirsinizsə Home lent tabından gəlirsən, ayarlayırsan. Baxın, Home lent tabına gələndə burada var Select əmri. Select ola vursan bütün mətni seçirsən. Aşağıdakı verilmiş mülahizələrdən hansı doğru deyil? Yanlış məndən istəyir. Ethernet texnologiyası Shin topologiyasına aiddir. Bu doğrudur. Və koaksial kabelə qoşulur. Körpü müxtəlif topologiyalı bu da eyni protokoldur. 2 və daha çox bu da doğrudur. Bəli. Şürüs daxili və xarici olmalı ki, hissəyə bölünür. Tamam. Təkrarlayıcı şəbəkənin bölünməsini bəli, əlaqələndirir, bir də sürət artırır. Düz. FTD ulduzlarına işlənir, halqa varına işlənir. Y bəndə səhvdir. Məndən də yanlış hiss etdiniz. Elektron təqdimatın nümayişi zamanı ekranda 12-ci slayd nümayiş olunur. Klaviaturadan 5 yazın. Enter düyməsini vurduqda Enter düyməsini vurduqda nə baş verəcək?
Baxaq, PowerPoint-dan baxım görüm məndə slaydlar olsa məsələn, gətirib sizə göstərməyə çalışıram. Bizim olsun təqdimatımız. Çox böyükdür bu arada. Səhifə deyir, 11 səhifə. Olsun belə təqdimatımız. Deyək biz bunlara vermişik keçidlər. Gəldik buradan keçidlər verdik. Gəldik buradan bir keçidlər verdik. Bir də gələk buradan ayarlayaq var. Biraz saniyələr verək. İndi hamısını da keçid verməyə vaxt yoxdur. Bir ikisini düzəldirəm sizə göstərmək üçün. Belə olsun. Bu da niyə belə olsun? Mən sən belə eləyim. O da bir dənə saniyə. Bu format. Verəcəyim deyim. Animasiyalar istəyirsinizsə verin, istəmirsinizsə vermirsiniz. İndi mən bunu başladıcı olsam, deyək ki, məsəl üçün, e, dördüncü slayddan başlayır. Gəlirəm slide show'da current slide'dan 4-dən başlayıb göstərməyə. Düzdür? Əgər mən 2-ni seçib enter vursam, bu mən üçün gətirəcəyi ikinci təqdimat. Baxın, mən 2-ni seçib enter vuranda gətirir mənsə ikinci təqdimat gətirir. İndi burada da bizdə elektron təqdimat mülayiminin ekranda 12-ci slayd mülayim olunurdu. Klaviaturun 5 yazıb enter vurduğunda 5-ci slaydı keçid olacaq. Deməli olacaq bu saatda. Şəkildə hansı lent qrupu göstərilmişdir? Excel'dən söhbət gedir və Excel Home tabında olan lent qrupundan alignment-dan söhbət gedir. Baxın. Cavab olacaq burada alignment qrupu. Belədir. 38. Müxtəlif qruplar skaner, mouse, klaviatura qoşulan yuvalar necə adlanır? Əgər daxili qruplar olsaydı, yəni platanın üstünə bərkitelən qruplar olsaydı, RAM falan bunlar olsaydı, video kart, bunlar slot sayılardı, slotlar. Amma kənardan qruplar qoşulsa artıq biz kompüterə, o portlara daxil olmuş olur. Burada olacaq adı. 38 olacaq. 39-da if deyir əgər x y-dən böyükdürsə, baxaq bir yerdə. Görək x y-dən böyükdür. X plus y plus 1. Onda bu həll olunsun. Yəni əvvəl x y-i tapmalıyıq ki, sonra bunları belə ayarlayıb həll eləmək. Elə deyil. Baxaq bir yerdə. Demək, baxdıq x plus böyükdür y-dən. X-ımız bizim mənfi 2-dir. Mənfi 2 mənfi 4-dən böyükdür. Onda bunu həll edirik, z-ni həll edirik. Baxın bunu. Bunu həll eləsək, yazırıq buradan x mənimsədlik bərabərdir. Mənfi 2 üstə gəlsin. Mənfi 4 plus 1. Bu edir mənfi 5. X-in yeni qiyməti mənfi 5-dir. Birincidən. İkinciyə düşürük. Burada var x vurulsun y. X-ımız mənfi 5-dir. Vuramda bunu y-a mənfi 4-ə. Eləyir nə? 20. Müsbət 20. Y-in də qiymətini tapdıq. Müsbət 20. Sonunda da bizə deyir ki, mənfi 5-i vurursa müsbət 20-yə. Bax burada. Bu da olacaq necə? 100. Cavab olacaq belədir. Doğru fikir müəyyən edin. Detektorlar əməliyyatdaşda xarici qrupların virusların axtarışını təmin edir. Necə sonra 40-cı soru. Baxa buradan bir doğrudur. Solaris əməliyyat sistemi imkanları artırmaq üçün yeni yetirilən örtük proqramlardır. Solaris əməliyyat sisteminin imkanlarını artırmaq və yeni imkanlar əlavə etmək üçün əldə etmək üçün örtük proqramlardır. Xeyr, Solaris şəbəkə əməliyyat sistemi, əməliyyat sistemidir. Bu səhvdir. 2 səhvdir. 2 səhvdirsə bir doğrudursa cavab yeməli olacaq. 4-ə də baxa bir dənə. Solid sistem platasında əlavə plataları əməliyyatdaş, modem, vida, platanı və s. qoşmaq üçün təmin olunan qurğudur. Əməli, əlavə platalar, video, platanın əməliyyatdaşı, bəli qoşmaq üçün bəli düzdür. 1-4.
Doğru bənd olduğu yerdir. Excel elektron cədvəl proqramında hansı birini tapmaq köməklə cədvəl süzgəci, yəni filtr əlavə etmək olar. Filtr orada home tabından bir də orada da olacaq bir və daha olacaq açılışlardan biri. Uyğunluğu müəyyən et. Insert, design, layout. Insert len tabında var idi bizim text qrupumuz, media qrupumuz. Bir də olacaq B və C. Paragraf. Design qrupunda olur page background. Şey olur ki, paragrafda olur page setupla layout tabında. A və D. A və D. Daxil etmə xəritəsində qurulması deyil. Daxil etmə xəritəsində qurulları çıxır. Səs kartı, e, modem, sensor monitor, bunlar çıxırıq, faksi çıxırıq. Qalır buradan 3, 5, 7 və 8. Klasterin ölçüsü 3 kilobaytdır. Deyək bu bizim klasterdir. Klasterlərdir. Ölçüləri 3 kilobaytdır. Belə bölsün 3 kilobaytdır. Diskdə 4 kilobaytlıq video faylı var. Əgər 4 kilobaytlıq video faylı varsa, bu 4 kilobaytlıq video faylı tutur bizim 2 dənə klasterimiz. 4 kilobayt 2 dənə klaster tutur. Bir dənə 3 kilobaytlıq audio tutsa, bu bir dənə tutur. 2 dənə də daha doğrusu video faylı. Bir dənə də var 5 kilobaytlıq mətn faylı var. Bu da bir dənə klaseri vuran tutur. 2 kilobayt qaldığından görə 2 kilobayt da bura düşür. Ümumilikdə 2, 4, 5 dənə klaser satılmış. Burada olacaq 4-də cavab 5. Ee, 3, 5. Center monitörü buradan sıfırı çaşmışam burada. TV resmi alayım. 6. 3, 5, 6 ve 8. 7'den çıxmışam. Neyman arxitekturasının əsas prinsiplərinə aid olmayan seçin. Sonuna baxırıq. Əmrlərlə belirlənən arasında aşkar fərqi yoxdur. Aid olmayan istəyirsən, aid olmayan istəyir. Aşkar fərqi yoxdur. Əmrlərlə belirlənən arasında aşkar fərqi yoxdur. Bu var idi, bir olmaz. Counter eyni zamanda bir neçə istifadəsi işləyə bilər. Belə Neyman belə bir şey deməmişdi. İçini götürəcəyik. 2. Counter işi proqramla idarə olunur. Deyildiyi counter proqramla idarə olunur avtomatdır. İçini götürəcəyik. Üçü götürənləri üçün Neyman demişdi. Bölənlərlə aparat səviyyəsində təyin olunur. Xeyr. Bölənlərin aparılması aparat səviyyəsində yox, proqram səviyyəsində olur. 2, 4. Counter lokal şəbəkələrlə əlaqələndirilir. 5-i götürəcəyik. Counter ardıcıl ünvanlanan yaddaş əmlakları altını götürə bilmərik. Counter işi qrafik interfeysə əsaslanıb, idi 7-ni götürəcəyik. 2, 5, 2, 4, 5, 7. Belə dəyərli tələbələr, sizə qarşıdakı imtahanlarda və ən əsası da dövlət imtahanında uğurlar arzulayıram. Özünüzə yaxşı baxın. Görüşək. Sağ olun, həmdik.